Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu naxışı da jiletə, jaketə, papağa, nə istəsəz toxuya bilərsiniz. Rezinka hissəsini də mən tək-tək eləmişəm. Bir tək, bir düz. İki tək, iki düz də eləyə bilərsiniz. Necə istədir ürəyiniz, o cür də eləyə bilərsiniz. Sapımdakı 100 qramlıq, 350 metrəlik bir sap. İlməklərdəki milin üstünə 2-2 yığırıq. Bunun içində mən belə bir sapımı götürürəm. Üstünə qısa formada yığacağım. 2-2 ilməklər cüt-cüt olmalıdır. Rezinkanı da cüt-cüt 2 tərs 2 düz də toxuya bilərsiniz ki, naxış onsuz da 2 tərsdən 2 düzdən ibarətdir. 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 ilmək bəs eləyər bunu toxumaq üçün. Bir düyün atıram buradan. Bu artıq sapı da kəsib götürürəm. Mən də burada rezinka toxuyan deyiləm. Bir tərs bir düz toxuyacağım. Birinci ilməyini də götürürəm, toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri tərs toxuyuram. İndi tərs üzdən də bir sıra tərs toxuyuram. Birinci ilməni götürdüm, toxumadım. Qalan ilməkləri hamısını tərs toxuyuram. Toxunması da çox asandır. Birinci kənar ilməyi götürürəm. Buradan 2 tərs toxuyuram. 1, bu da 2 tərs. Sonra bu 2 düz ilmək var. Bu 2 düz ilməyi içindən bir ilmək çıxardıram. Bu birinci ilməyi buraxıram. Bu ikinci ilməyi bir dəfə də toxuyuram. Yenə 2-dən 2 oldu. Artma, eksilmə olmadı. Yenə 2 tərs toxuyuram. Sonra yenə bu 2 düz ilməyi ikisini də götürüb, ikisinin içindən bir ilmək çıxardıram. Bu birincisini buraxıram. Sonra ikincini bir dəfə də toxuyuram. Yenə də 2 tərs. Bu 2 ilməyi yenə 2 ilməyin içindən bir ilmək çıxardım. Bu birinci ilməyi buraxıram. İkinci ilməyin içindən bir də toxuyuram. Yenə 2 tərs toxuyuram. Bir də kənar ilməyi də tərs toxuyuram. İndi tərs üzdən kənarı götürdüm. Buradan 2 düz toxuyuram. O birisi üzdə tərs ilmələr bu yüzdən düz olur. Yenə də 2 düz, 2 tərs olur. 2
düz, 2 ters. Kenarı da yine ters dokudum. İndi bu yüzden yine kenarı götürürüm. 2 tersi toxuyuram. Eyni şeyi tekrar ediyorum. Bu 2 düz ilməni yine götürdüm. 2 ilmədən 1 ilmək çıxardıram. Sonra bu birinci ilməni bırakıram. İkinci ilməni toxuyuram. Yine de 2 ters. 2 düz ilməni götürdüm. Birincini bırakıram. Bu ikincini bir dəfədə toxuyuram. 2 ilməkdən 2 ilmək. Yine 2 tersi toxudum. Bu 2 düzü götürüb ikisinin içindən bir ilmək çıxardım. Birincini bıraktım. İkincini bir dəfədə toxudum. 2 ters. Kenarı da yine ters toxudum. Ters yüzden yine de tersi ters, düzü de düz. 2 düz, 2 ters. Böyle bu formada bir nakış alınır. Şimdi bunu bir dəfə də toxuyacağım. Qoy nakış özünü göstersin. Kenar götürdüm. 2 ters toxudum. Bu 2 ilməni götürürəm. 2 düz ilməni. İkisinin içindən bir ilmək çıxardım. Birinci ilməni bırakıram. İkincini bir dəfə də toxuyuram. Yine 2 ters. Yine bu 2 düz ilməni götürürəm. İkisinin içindən bir ilmek çıxardıram. Birincini bırakıram. İkincini bir dəfə də toxuyuram. Yine bu ikisinin içindən bir ilmek çıxardım. Birincini bıraktım. İkincinin içindən bir dəfə də çıxardım. 2 ters. Kenarı da ters toxudum. Ters yüzdəndəki yine tersi ters, düzü də düz. Bu yüzden onsuz da düzler görünür. Böyle. O silməklər də ters. 2 düz, 2 ters. Formada belə bir nakış alınır. Bu əvvəl toxuduğumdur. Bu da indi. Sağ olun. Gələn videomda görüşənə qədər.